Belə bir sual var. Koroğlu dastanından verilmiş hansı obraz haqda daha çox fikir verilmişdi? Koroğlunun atasının gözlərinin çıxarılmasında rolu var. Burada rolu olan Hasan Paşa idi. Namərd insan olması haqqında Koroğluya sadə xalq nümayəndəsi tərəfindən məlumat verilmişdi. Bu Aslan Paşa idi uşaqlar. Çünki orada kişi ilə rastlaşanda deyir ki, ürəyim tab gətirmir. Ona görə insan da gücdən düşəndə güc verir gözünün yaşına. Ki belə namərdlik olmaz. Aslan Paşa Koroğlunun üç dəlisini tutub. Koroğlu ilxıçı qiyafəsində önünə gələndə özünü öyür, lovğalanır. Bu Qaraxan idi. Qaraxan özünü İran şahının qohumu kimi qələmə verirdi. Koroğlunun əlində aciz qalması ilə bağlı cəmaət arasında dolaşan fikirlərdən narahatlığını dilə gətirən xodkarı idi ki, məclis təşkil etmişdi buna görə. Koroğlunun qollarını bağlatmaq üçün hiləyə əl atan Bolu bəy idi. Deyir ki, mən səni belə aparsam heç kəs inanmayacaq ki, mən Koroğlunu tutub gətirmişəm. Koroğlu onun yanında aşıq qiyafəsində gəlir. Koroğlu iki nəfərin yanına aşıq qiyafəsində gəlir. Bir Aslan Paşa idi, bir də Hasan Paşa idi. İkisini də yazaq, sonda seçərik. Namərd hərəkət etməsi, nakişi davranışı Giziroğlu Mustafa bəy tərəfindən bəyənilmir. Bu, Durna Teli qolundaydı uşaqlar. Ona görə bura yazırıq Aslan Paşa. Bəli, bu Aslan Paşa tərəfindən, daha doğrusu Aslan Paşaya görülmüş bir şeydi Mustafa tərəfindən, Giziroğlu Mustafa bəy tərəfindən ki, yəni belə namərd hərəkət. Demək, baxıram ki, burada 2 dəfə Hasan Paşa təkrarlandı, 3 dəfə isə Aslan Paşa təkrarlandı. Və 3 dəfə olduğuna görə bizim də variantımız olacaq B variantı Aslan Paşa.